Herkese salam dostlar. Yine sizlerle birlikteyiz. Oyunun evvelin növbəti bir buraxılışında sizlerle birlikteyiz. Görək neler olacaq. Evet, Kayrat Omonia yarışında 90+3'ün tamamlanmasıyla oyun 30 dəqiqəlik artıma kestilədi. Carlos Algris klaksik görüşünün ise 45+4'ün tamamlanmasıyla oyun 0-0'da geldi. Geçen oyunda mən 0-0 bitmişti. İhtimal oyun penaltiler seriyasını yaşayacak kimi durur. Gəlin biz de bir buradan hemen dedik yine videolara baxaq. Üstüne düşməsin videonun üstüne. Mən də şeyləri sevmirəm. İnsanların fikri yayılmasın istəyirəm. Evet, 21:43. 21:43 oyundan əvvəl 8-ci seriyamız. O kadar video çekmişim ki nasıl? Ondan əvvəl 8-ci bölüm. Evet, zaten her iki devre arasındadılar, her iki oyun. Ondan əvvəl 8-ci bölüm böyle bir ondan əvvəl ataq. Bak, tik pik. Siz de baxın ne çəkdi güya. Evet. 21:15'te başlasın. Neçə dəqiqəlik video idi? 30. 2 dəqiqə heç olar aşağı yuxarı ama. Ay 1000 dəqiqə, 2000 dəqiqə olmasın da belə. Hani bir de oyundan üstü sevmişim bu arada. Həqiqətən şişəm var altım. Nerede oynadım deyəsən. Bir dəqiqə 1 minut. 10. Evet. Ana. Payback gelecek. Payback bəli. Payback oyunu qurtardı qara verdi uşaqlar, ona görə gəlmədi. 14 ondan. Yani olacaq. 1, 2, qırğın oyunlar gəlir. Qırğın. Biri var qırğın, biri var qırğın. Tələbə ev. Evet. Görüşlər başlamalıdır. 45 dəqiqə max speed olacaq. Burada biz Hatay oynamıştık. Hatay Spor. Hatay Spor Karayarası. Evet. Pardon. Hayır, futbol. Geceleri yuxuma gəl üzünü görüm. Saat 15'te. 30'da gələ video. Yurdum yuvam məskənim sən Azərbaycanım. Anam doğma vətənim sən Azərbaycanım. Elbet ki tükənməyən sərvətin vardır. Mən nə yazıram? Oyundan əvvəl 9-cu bölüm. Partistan 1. Partistan. Evet. O neçədə əmracıda 25 falan kimdə. Dayanıyaq. Yurdum yuvam məskənim sən Azərbaycanım. Anam doğma vətənim sən Azərbaycanım. Hayda 45 dəqiqəlik videoydu bu. Deyəsəm. 22:38 bunun saat dəyişməli oldu. 22:38. Hayif. Hani var Heyif, biri var Hayif. Masaj başladı. Yok hələ. Xəbərim yox. Deyirəm də, Kopenhagen polisiya başlayıb. Bir dənə bu gəlsənə bunun saatını dəyişərdim tez. Buradan şey deməyim var. Nə olacaq? Sovyet düzenli. 2 minut. Beşe koyaq. Olsun 46 problem deyil. Ey bilir ki tükənməyən sərvətin vardır. Evet. Evet. Siz oyundan əvvəl izləyin, biz oyunlarımızı izləyək.
Kayrat Omonia barada başladı. Sabahın rəqibiliyik. AGF-də başladı bu arada. Kopenhagen polisiyə keçək. Bize Kopenhagen qələbəsi lazımdır. Kopenhagen Günağaz, Leandro Andrade çıxıblar. Şimdi bunların heyət dəyəri 19.1 milyondur. 30.5 milyon. Kopenhagen'in baş məşqçisi kim idi? Bo Svensson. Bo Svensson neçənci əsrdən bəri gəlib şura? Soruşma sahib. 12 maç. 2026'nın Mart'ından. Yox, olmadı. Şu an... Geldiği güne bak ya. Geldiği gün 1, 2, 3, 4, 5, 6 qələbə bir beraberlik. Bu heç. 6 qələbə bir beraber. 1, 2, 3, 4, 5 dənə qələbə. Bu nə qələbə qazanarsın abi. Bu nə qələbə. Konzagis Klaksivik necə başlamalı? Başlayacaqlar bugün səhər. Az qal. Bəli, 9-cu bölümün part 2-sidir. Yazıb soruşanlar görə deyək. 8-ci bölüm ki, en zor yüklənəcək inşallah. Saat 21 alırsa 55'e kadar beraber olacaq. Belə deyim sizə. Yox, 21 pardon 30'a kadar. 20-30'a kadar. 21-35'e kadar. 35'e kadar yaxşı. Çünki gedim yeməkdə yiyeyim mən. Akşam da yemək yeməmişəm, gündüz də yemək yeməmişəm. Oyun, ora, bura, çəkilişlər, zartlar, onlar, bunlar, .kolar. Ona görə mənə çətinlikdir. Simigo. Onu görə damıza. Özümüzə gələk. Mən oradan sofanı açım bu arada. El bilir ki tükənməyən sərvətin vardır. Mən digər telefonumu açacağım. Bu arada Kornik Fenerbahçe'nin heyəti açıqlanıb. Onu sizə nəzərinizə çatdıraq. Evet. Kapıda 34 nömrə Mert Günok. 24 nömrə Jaydın Osterwolde. 37 Milan Skriniar kapitan. 15 Ake. Hala bu yoxlanış görürsən kim dəqiqə bir soxur bura. Digər telefonda SofaScore gün ərzində SofaScore açılmayıb deyə, indi açılır deyə səsləri eşidirsiniz. Let's go. Evet, Tukakşini 1-5 bitti arkadaşlar. Yani şey yersiniz, soruşursunuz değil mi? Bildim, yaxşı. Evet. Nathan Ake var. 27 Nelson Semedo, 7 Fred Rodriguez, 6 Matteo Genduzi, 17 İrfan Can Kahveci, 10 Marco Asensio, 9 Kerem Aktürkoğlu, 94 Anderson Talisca. Evet. Kayrat bu arada şeyi
keçən il kimi udmuşdu. Mən səhv eləmirəmsə, keçən il kim udmuşdu? Penaltı sırasında utub Çempionlar Liqasına getdilər. Kim idi o? Baxın, Celtic udmuşlar 3-2. Celtic. Mən bu oyuna baxırdım təbii ki də, penaltı sırasında qurtardı oyun. Elə maraqlı görüşürdü ki, ümid ki, bu günlərdə elə oyunu sırasında kart tapılacaq. Mənim gözüm bu arada bir tərəfdən, ondan sonra ayın 8-dən etibarən davam edirlər Karat. Qazaxıstan Liqasından danışaq. Evet, mən digər telefonumu bir dənə açım. Burada gözümüz Karat Omanida olsun, digər telefonumda isə bir oyunlara ataq. Həm siz görəsiz, həm də mən. Burada əsas Omanida Karat görüşüdür bizim üçün əsas. Bir də şey, hara getdi o? Kopenhagen Polisiya. Edmilson 37-ci dəqiqədən əşya olub. 1, 2, 3, 4 dənə əşli Omanida istifadə edib. 1, 2, 3, 4 dənə əşli isə Qazaxıstan istifadə. Bu arada maraqlıdır ki, məhz evet, 2 dəşli bax belə oldu və 2 dəşlikdən sonra Qazaxıstan özünə gələ bildi. Qartdı. Edmilson gələndən 35 saniyə sonra golunu attı. Evet, mən buraya baxıram bu arada. Kaunas Žalgiris Klaksvik 51 dəqiqəyə 0-0. EHF 7-ci dəqiqəni tamamladılar 0-0. Və Kopenhagen Polisiya 8-ci dəqiqə tamamlanmışdı 2-0. Ona açıqlama vermir bana ya. Ələk. İkinci təsvatı bu, bəli. Tüm Dinamo Zagreb. Playoff nə vaxt? Playoffda birinci gün. Birinci gün inşallah playoffun püşatmasında belli olacaq. Allah'ın köməyi ilə. Əgər şimdi təsvat keçə bilsək. Çıxırdı. Mənim digər videolarım burada yükləndi mi? Hocam. Bilik. Olmasa yüklənmiş sesi bir dənə ağaçsız ki. Nerede oyunu? Sabır et, spor qaldı qısadı. Evet, RKCF'de 9 dəqiqə 25 saniyə önə alır. Mənim digər telefonda yazıyorum, burada da elədi. Sofaskordan qabaqda donatör olur. Maraqlıdır. Evet arkadaşlar, 30 dəqiqə daha bitirəcəyik. Kimi bitirəcəyik. Sezonsda mən bu oyun qutarana qədər, sezonsda bütün bu ondan əvvəl bölümlərini rahatlıqla izləyə biləcəksiniz. 8-ci bölüm 21:15-də başlayacaq. 21:45-ə qədər. Arası davam edəcək. Canım sədəsindən ondan sonra 22:46-da başlayan bir görüşümüz var. Saat harasa 2 dəqiqə, 10 dəqiqə, 15 dəqiqəlik video səfərimiz. Ne oldu bu? Trendyol reklam geldi. İstəmirəm hocam, istəmirəm. Təşəkkür edirəm. Trendyoldan pul da heç yox, kəsbçılıqdır. Pul olsa belki. Heç nə vurum anım. Bir dəfə vurdum. Səbrim mənim yoxdur qardaş. Valla səbr yoxdur. Evet. Neyse dostlar, dediğim kimi zaten bu videonu da izleyeceksiniz. 21:15'e kadar gelecek zaten. Sadece 22:46'dan itibaren izleyeceksiniz bunu. 23'e kadar. Ben de hemen videonu 23 ondan koyacağım. Karşı normala kadar gelecek. Ardından aldım tekrar inşallah.
Sabahın rəqibi bəlli olmağa yaxındır artıq. 11 dəqiqəni geridə qoyuruq LXAKF görüşündə. Düzdür, bilmək olmaz AKF nə edəcək, amma yenə də Real Madrid. Evet, 103 dəqiqə tamamlandı artıq. Bir dəyişiklik gəldi Qazaxıstanda. Vay. Sarı vərəqə çox sevən hakim 1, 2, 3, 4, 5 dənə sarısını çıxartdı. Verdi bir dənə qırmızı. Adını qoyaq. Qırmızı. Hadi Instagram'ın ürünü futbol xəbərlərim bir şey var mı? Köstəbək gillər. Bəh. Dəqiqə. Nə uşaqlıq keçmişdim 21:30-da. Türkiyə saatında. Mənim düzdür, videolarımı uşaqla da izləyir, onca şeyim. Son dakika. Sorum FK marka yani transfer için yana harekete geçti. Sorum Karabağ'a yeni teklif sunmaya hazırlanıyor. Kız var ne? Bu hansı kulüp yetim? Yetim. Anatolia'nın oraya para kesmişsen yetim. Anatolia. Da serbest gösterir. Azeri Volagatot. Evet. Kis var da Mastergood. Geçmişten hansı ölçüye ölçüsün? Mastergood deyilən komanda birinci dəfə dəyişdirəm də inan ki. Master. Bu Mastergood zad deyil. Kis var. Sən kim idin? Üzünə. Kis var da. Kis var da. Mastergood. Bu nədir ki? Macaristan. Evet, San Antonio'ya vururlar. Orta saha. Ne? Fan durumuna baxaq. Bir xalab. Bu arada 105 artı oynanılır. 105 artı 1 də tamamlanıb. Yəqin ki 2 tutacaq. Sizdə nə olub ki? Bir dənə sarı vərəqə var. Yəqin ki oyun bitdi artıq. Evet, konferans liqasını kim əldə edəcək? Loğanla irəlilədi. Rapid Santa Coloma bu arada Zirənin rəqibidir. Santa Coloma da deyərəm də yəni. Özü Temol 13-1 idi. Ölkə xalları Ansacıq. Soruşmasa ölkə xallarını mən ayarlı vermişəm ondan əvvələn. Çünki biz Avropada ölkə xalları direkt yazmışıq. Analiz. Evet, yeniden ön analiz gələcək bu arada. Yəni bu verilişi tutaraq bəhtəlik. Nəsə mənə bildiriş gəldi. Nə bildirişidir ki? Real Betis Lyon heyət açıqlanıb. Aha, Slovan İberiya
1 saat. Təəssüflər olsun ki, bu görüşün böyük ehtimal 80-ci dəqiqələrinə yaxın tutacaq. Nə İberiya qələbə qazanar? Haydi İberiya. Gürcüstan. Gürcüstanın qələbəsini istəyirəm. Deyəm, bu arada bir dənə Gürcüstan klubu əldə elədi. Dila. İnşallah bu günlərdə İberiya qələbə qazanar. Slovakların bir kişi alan önlərə Slovakya. Evet, oyundan əvvəlin 9-cu bölümdür bu. 9-cu bölümün part 2'si. Tabii 20 dəqiqə çevirəm dayaq birlikdə. Evet, ben burada yeniden Gornik Fenerbahçe'de start heyeti hatırladım size. Kapıda 34 Mert Günok, 24 Jayden Osterwolde, 15 Nathan Ake, 37 kaptan Milan Skriniar, 27 Nelson Semedo, 6 Matteo Genduzi, 7 Fred Rodriguez, 9 Kerem Aktürkoğlu, 17 İrfan Can Kahveci, 10 Marco Asensio, 94 Anderson Talisca. Kornik Zabri'de ise heyetler kapıda Skulzi, müdafiede 61 Salcek, 26 Janitski, Josema, Janza, Sadilek, Diats, Urbanski, Dimi, Prekop, İsmail. Görək biz nələr izləyəcəyik.
Çox gözəl. Omoni'da ikinci qırmızı vərəqə. Gol, 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 gol.